Ölkəmizdə minlərlə psixoloq fəaliyyət göstərir və təəssüf ki, bəzilərinin psixologiyadan anlayışı belə yoxdur. Bəs peşəkar psixoloq seçərkən nələrə fikir verməliyik? Birincisi, sosial şəbəkələrdəki profillərində doktor sözü olmasın. Çünki psixoloqlar həkim deyillər, tibb təhsilləri yoxdur. Əgər hansısa psixoloq özünü doktor psixoloq deyə adlandırırsa, deməli bunun nəinki tibb təhsili, heç psixologiya təhsili belə yoxdur. İkincisi, profilində bitirdiyi universitet bakalavr və ya magistr səviyyəsində qeyd olunmalıdır. Təəssüf ki, fəaliyyət göstərən bir çox psixoloqlar 1-2 aylıq kurslar keçərək psixoloq kimi işləyirlər. Həmçinin əgər bir psixoloq diaqnoz və dərman müalicəsindən bəhs edirsə, mütləq bu psixoloqdan uzaq durmaq lazımdır. Digər bir yalan vədlərdir. Yəni enerji təmizləməsi, hipnozla hər şeyi həll edirəm, travmanı bir seansda silirəm kimi ifadələr işlədirsə, mütləq bundan uzaq durmaq lazımdır. Peşəkar psixoloqlar müasir elmi metodlardan, psixoterapiya növlərindən istifadə edirlər. Həddindən artıq məsləhət vermir, daha çox sizi dinləməyə, anlamağa yönəlirlər.